oruc ayəsini demək istəyirəm. Deyir, ya eyyuhəllədinə amənu kutibə aleykumus-siyam. Ey iman gətirənlər, oruc sizə vacib edildi. Kəma kutibə aləllədinə min qablikum. Sizdən öncəkilərə vacib olduğu kimi ləalləkum təttəqun. Ki, bəlkə təqvalılardan olasınız. Elə təqva Quranda libasa bənzədilib. Köynək, paltara. Və ikinci oruc haqqında nə deyirlər? Ziyafət. Allah qonaqlığına gəlmişik. Bizim indi eybimiz bir üstünədir. Biz Allah qonaqlığına gəlmişik, amma paltarımız çirkli. Təqva libası, o libas çirklidir. Libas çirkli olanda uşaq qonaqlığa gedəndə kimə müraciət edir? Anaya. Ana təmizləyir, paçlayır, geyindirir. Uşaq 100 dəfə də çirkləndirsə, qonaq qabağına çıxardanda, qonaq aparanda ana təmizləyir uşağı. Ana qədər heç kəs, ata da dözə bilmir ona. O ananın işidir. Ona görə də Həzrət Zəhra salamullah aleyha ki, bizim anamızdır. Bizim axı geyimimiz yoxdur buna layiqli. Çirkləndirmişik də biz ruh libaslarımızı. Biz də ona təqdim edirik ki, ruhumuzun çirkinliyini sən təmizlə xəlvətdə. O təmiz libasla Allah qonaqlığına daxil olaq.